Hörmətli izləyicilər, biz tədbir öncəsi Anakür İctimai Birliyinin Kürçay sahilində yaşıl tinklərin əkiləcəyi sahədəyik. Ağaclarımız gəlib, biz ağaclarımızı monitorinq edirik. Buradakı ağaclar 10 ədəd komplektləşdirilərək 100 ədəd olmalıdır. Biz ikinci cərgədəyik, bu üçüncü cərgədir, dördüncü cərgəmizdir. Bu 5-ci cərgəmizdir. 6-cıdır. 7-ciyə yaxınlaşırıq. Bu bizim 8-dir. 9-dur. Bu da 10-cu onluqdur. Sağ olsunlar dostlar. Bir neçə ədəd də bizə hədiyyə ediblər. Allah var eləsin. Heç kimin zəhməti yerdə qalmaz inşallah. Və gördüyünüz bu ağaclar tezliklə bu ərazidə əkiləcək və suvarılması təşkil olunacaq. Mühafizəsi ilə də Anakür İctimai Birliyinin könüllüləri və rayon yaşıllaşdırma idarəsinin kollektivi məşğul olacaqdır. Uğurlu olsun. Hər birinizi salamlayırıq. Məlumat verirəm ki, Anakür ekoloji problemlərinin öyrənilməsində Kömək İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə Salyan rayonu ərazisində icra olunan COVID-29-un qlobal missiyalarının yerləri təşviq layihəsi çərçivəsində bugün Salyanda, Kürçay ərazisinin sahillərində yaşıllaşdırma aksiyası keçirmək qərarına gəlib bizim fəaliyyət planına uyğun olaraq. Və bugünkü tədbirimizdə çox hörmətli qonaqlarımız var. Salyan rayon icra hakimiyyətinin, YAP Salyan rayon təşkilatının, Dövlət Aqrar İnkişaf Mərkəzinin, yaşıllaşdırma və kommunal müəssisə kollektivlərinin və nəhayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin və rayonu təmsil edən ictimai təşkilatlar, Rayon Ağsaqqallar Şurası, Rayon Ziyalılar Birliyi və vətəndaş cəmiyyət təmsil edən digər təşkilatlar və media qurumları, o cümlədən rayon sakinləri və yerli Anakür İctimai Birliyinin üzvləri iştirak edirlər. Bugün layihəmizin əsas məqsədi nəzərdə tutulan 100 ədəd ağacı vaxtilə biz burada olmuş Tuğay meşələrinin ərazilərində əkmək, ona aqrotexniki qaydada qulluq etmək və mən çox arzu edirəm ki, bugün burada əkilən ağacların kölgəsində biz bir neçə ildən sonra öz istirahətimizi təşkil edək. Ona görə hər birinizə bu ağac əkmə aksiyasında mütəşəkkil olmağı, tez bir zamanda ağaclar vəziyyətini nəzərə alaraq əkimi başa çatdırmağı və suvarılmasını təşkil olmağı sizdən dəstək gözləyirəm. Və onu da nəzərə alım ki, əkilən 100 ədəd ağac Salyan Bələdiyyəsinin təşəbbüsü ilə ərazinin hasarlanması təşkil olunacaqdır. Bu da bizim malqaranın təsirindən təbii olaraq ağacları qorumağa kömək edəcək. Bununla bərabər mən hər bir vətəndaşımızı bugün burada görülən işlərə dəstək olmağa çağırıram. Deyim ki, möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu il konstitusiya və suverenlik çərçivəsində rayonda müxtəlif tədbirlər həyata keçirilir. O cümlədən ekoloji tədbirlər. Bütün bunlar ekoloji tədbirlər bugün Anakür İctimai Birliyinin tədbiri olmaq şərti ilə ölkəmizdə aparılan Cənab Prezidentin rəhbərliyi ilə ekoloji siyasətin bir hissəsi olmaqla COVID-29 qlobal missiyaların təbliğinə rayon ictimaiyyətinin bir dəstəyidir. Hər birinizə uğurlar arzu edirəm. Start ağac əkməyə. Sağ ol. Ama senden gel bir tane daha.
Biz tek değil ya. Çox sağ olun Rüstəm müəllim. Sizin keçirdiyiniz bu aksiya bəyənləndi. Bu günləri Kür çayı Salyan sahilində, Kür qırağında 105 ağac əkildi. Təbii ki, bunun tək əkilməyi deyil, bunun qorunmağı da hər bir vətəndaşın borcudur. Mən Üç Çaylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi adından öz təşəkkürümü bildirirəm. Burada iştirak edən bütün idarələrə, müəssisələrə, icra hakimiyyət nümayəndələrinə, Ağsaqqallar Şurasına bunu qorumağa hər bir vətəndaşın borcudur. Belə tədbirlər tez keçirilməsi məqsədə uyğundur. Bu günləri Azərbaycanda yüksək səviyyədə keçirilən COP29 qlobal missiyasının yerlərdə təşviqi layihəsi Ana-Kür İctimai Birliyi tərəfindən həyata keçirilir. Rayon Ziyalılar Birliyi olaraq biz də ona dəstək olmuşuq. Sözsüz ki, burada ətraf mühitin təmizliyinə, yaşıllaşdırmasına və qlobal deməli istiliyin qarşısının alınması, bizim ərazimizdən keçən Kür çayının ətrafının sahmanlanması, meşələrin bərpa olunması, bütün bunlar hamısı yerli deməli missiya həyata keçirilməsində dəstəkdir. Bu baxımdan hesab edirəm ki, bu günləri Ana-Kür İctimai Birliyinin həyata keçirdiyi bu layihə dövlət tərəfindən dəstəklənməklə inşallah uğurlu olacaq. Biz bu günləri 100 ağac əkməklə və onların qulluğuna qalıb suvarılmasına məşğul olduq. Və bu missiya sözsüz ki, gələcəkdə də davam edəcək. Təkcə layihələr xətrinə deyil, ictimaiyyət nümayəndələrinin bura cəlb olunması ilə onların təbiətin qorunmasına və Ana-Kürümüzə sahillərinə sərgə-səhman yaratmaqla bizim yaşadığımız məkana töhfələr verməkdir. Bu yolda mən Ana-Kür İctimai Birliyinin deməli layihəsinə uğurlar arzu edirəm. Çox. Çeksin sen de. Daha o değil daha. Beğenmedim de şeyler. Çek.
Ben sen çok çalışmışsın. Buradan da oradan da. Ben orada. Hava dinler. Buranın bağla. Mustafa kul oraya elemeyiz. Kimde başka var boş gelsin bura torbalı. Kalkmak lazım. Telefon götür. Allah bak ya adam. Sakla buraya. Doldur. Kabağı diyorsun ya kabağı. Çok eğilme. Ağaçlardan getirin de bura. Bir de lokal aldım ne böyle? Torbağı bırak. Ay. Tamam. Tut buradan sen, tut buradan. Sağ ol hani. Sanatçılarımız yanarırsak yani. Romalı çıkmaya lazım diyor da.